Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve sallallahu ala Muhammedin ve ala ehli beytihi teyyibin tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. Burid Rəzzaz İmam Sadiq əleyhissalamdan belə nəql edir. Buyurur ki, bir gün atam İmam Baqir əleyhissalam mənə belə dedi: "Ya bunəyyə, ey oğlum, ərif mənazilə şiəti." Bizim şiələrimizin mənzilin, bizim dostlarımızın, ardıcıllarımızın mənzilin bir günə əla qədri rəvayətihim və mə'rifətihim, bizim rəvayətlərimizin mərifəti ilə qədri rəvayətihim, nə qədər rəvayət nəql edirlər və nə qədər onu dərk edirlər. Yəni şiənin məqam və mənziləti Allah yanında bizim rəvayətlərimizi dərk etməkləri qədərdir, başa düşməkləri qədərdir. Ya bu nəyi ərif mənaziləl şiəti, şiənin mənzilin dərk elə, əla qədri rəvayətihim, onların rəvayətləri və mərifətihim və mərifətləri qədər. Yəni nə qədər bizim rəvayətləri çox rəvayət eləsələr, çox ötürsələr o tərəf bu tərəfə və onu dərk eləsələr, onda nə deyir? Onların məqam və mənzilləri gedər yuxarı. Fəinnəl mərifətə hiyyət dərayətilir rəvayət. Buyur ki, mərifət, rəvayəti dərk eləmək, başa düşmək, hiyyət dirayətilir rəvayət. O rəvayəti dirayət eləməkdir. Rəvayəti başa düşmək, rəvayəti dirayət eləməkdir. Dirayət özü bir elmdir ki, insan dərk eləyə və kamala çata, hədisin və rəvayətin kamalın dərk eləyə. Çox rəvayət var ki, bəzi kitablarda kitab sahibi o rəvayət eləyib, yazıb, amma mənasına pey aparmayıb, mənasını dərk eləməyib, idrak eləməyibdir. Həzrət buyurur ki, bizim rəvayətlərimizin mənasını idrak eləmək, dərk eləmək, dirayət eləmək, mərifət eləmək, başa düşmək, nə qədər kim, nə qədər yaxşı başa düşsə, o qədər mənziləti yuxarı gedər. Demək, həm imamların rəvayətini çox nəql edəsən, ona buna danışasan və onu nə təfsir edəsən, başa salasan və başa düşəsən. Dirayət, yəni bir adama başa salmaq. Ya'lul mu'minu iləl əqsəd dərəcatil iman. Mömini qaldırar bu, bizim rəvayətləri rəvayət eləmək, bizim rəvayətləri rəvayət eləmək, yəni nə? Bizim rəvayətləri, yəni nədir? Sağa, sola ötürmək və onu nədir? Dərk etdirmək və dərk etmək möminin nədir? İmanın əqsəd dərəcatıl iman, imanın ən axırıncı dərəcəsinə qədər aparıb çatdırar. Səlmanın, Əbu Zərin filanın dərəcəsinə qədər aparıb çatdırar. Ən uca iman dərəcəsinə gətirib çatdırar. Bax, məsələn, Qutbuddin Ravəndi Xəra'ic və Cəra'ic kitabında 2-ci cild səhifə 842-də belə bir rəvayət nəql edib. Rəvayəti nəql edibdir, amma rəvayətdə dirayət eləməyib. Rəvayəti, çünki bu rəvayəti bir adam desə, gərək istər-istərməz Həzrət İmam Hüseyin əleyhissalam müridi ola, İmam Hüseyin əleyhissalamın ardıcılı ola, onun şiəsi ola. Rəvayət nədir? Rəvayəti nəql eləyir Qutbuddin Ravəndi həmin Xəra'ic və Cəra'ic kitabında deyir, Həzrət Peyğəmbər belə buyurdu: İnnə lil Hüseyni fi bəvatinil mu'mininə mərifətən məktubətən. Həqiqətən İmam Hüseyin üçün fi bəvatinil mu'minin, möminlərin canında, qəlbində, kimin? Möminlərin.
Hər şəxsin yox, iman əhlinin, möminlərin qəlbində mərifətən məktubətən bir dənə mərifət var, tanımaqlıq var, məktubətən o xüsusidir. Allah onu yazıbdır. Fitridir yəni, məktubət yəni fitridir. Bəs İmam Hüseyn əleyhissalamı hər adam tanıya bilməz, hər adam dərk eləyə bilməz, hər adam idrak eləyə bilməz. Əgər mən İmam Hüseyn əleyhissalamı, bəs indi bu rəvayətin dirayəti nədir? Bu rəvayətin idraki nədir? Bu rəvayətin idraki və dirayəti və mərifəti üçü də eyni şeydir. Odur ki, mömin fəqət İmam Hüseyn əleyhissalamı tanıyar və hər kim İmam Hüseyn əleyhissalamı dərk eləmir, İmam Hüseyn əleyhissalam sıradan bir insan kimi qiymətləndirir. O demək nədir? İmanında xələl var. İmanında xələl var. Bəs İmam Hüseyn əleyhissalamı sıradan bir adam dərk eləyə bilməz, başa düşə bilməz. Bəs insanın imanı çoxaldıqca, indi baxırıq biz tarixə və rəvayətlərə, gör ki, iman çoxaldıqca İmam Hüseyn əleyhissalam daha çox tanıyırsan. Ən xalis, ən uca, arif, alim, abid bəndələr kimlərdir? Həzrəti Əbu Abdillah əleyhissalama həqiqi aşiq olanlar və aşiqliyin də dərəcəsi var. Aşiq var İmam Hüseyn əleyhissalam məclisində roza deyilir və məsələn İmam Hüseyn əleyhissalam adı çəkilir orada ağlayır. Adam da var ki, İmam Hüseyn əleyhissalamın elə bir kəlmə deyir, Əssalamu əleyke ya Əbu Abdillah, gözündən yaş tökür. Adam da var ki, məsələn, səhər durur yuxudan ağlayır. Gecə yatanda ağlayır, səhər duranda ağlayır. Allah rəhmət eləsin. Şeyx Ənsarinin şagirdlərindən biri bir gün bir yuxu görür. Yuxu görür, yuxudan ayılır. Bəs yuxu necə bir yuxudur? Yuxuda görür ki, buna deyirlər ki, sən 3 gündən sonra öləcəksin. Yuxuda deyirlər. Bu deyir, bəs mən cavanam filan və məqsəd də bu idi ki, bunun dərsini saxlasın, getsin öz şəhərinə və orada dini təbliğ eləsin. Şeyx Ənsari Məkasib Rəsail kitabın müəllifidir. O kitablardan dərs deyirmiş ya başqa, bu da tələbə imiş. Və deyir, qərarı almışdım ki, mən tezliklə çıxım gedim, bəs öz şəhərimdə təbliğ edeyim. Yuxuda buna deyirlər ki, sən 3 gün dünyada ömr eləyəcəksən. 3 gündən sonra dünyavı dəyişirsən. Amma narahat olma, sənin üçün nədir? Axirət evin yaxşıdır. Və məni gətirdilər öz cənnətimə. Gördüm ki, bağlı, bağatlı, bəs hündür imarətdir, evdir. Deyirlər ki, öləndən sonra səni bura gətirəcəklər, sən buradasan. Sonra deyir, məni buradan apardılar başqa bir bağa, başqa bir cənnətə. Gördüm ki, mənim bağım, mənim cənnətim bunun yanında kiçik bir bağçadır. Bunun yanında kiçik bir bağçadır. Dedim, bəs bu cənnət bağı kimindir? Bu imarətlər, bunlar kimindir? Dedilər ki, bu sənin ustadın, bəs Şeyx Ənsarinindir. Dedim, onlar da Şeyx Ənsari müctehiddir, bütün cəmaat ona təqlid edir, alim dindir, filan olar. İnşallah haqqını olan bir şeydir. Ondan sonra deyir, məni bu bağdan, Şeyx Ənsarinin bağından çıxartdılar, gətirdilər başqa bir bağa, başqa bir cənnətə. Deyir, baxdım, gördüm, bu cənnət, mənim cənnətimin yanında heç, bu hara mənim, hələ Şeyx Ənsari cənnəti, bu cənnətin yanında kiçik bir bağçadır. Şeyx Ənsarinin bağı, bu bağın yanında kiçik bir nədir? Bağçadır. Deyir, soruşdum ki, bu bağ kimindir, bağça kimindir? Deyirlər, bu Ayətullah Dərbəndinin Ayətullah Dərbəndinin bağıdır. Dedim, axı necə ola bilər? Ayətullah Dərbəndi nə ilm cəhətdən Şeyx Ənsaridən üstündür, Şeyx Ənsari ondan elm cəhətdən üstündür. Nə də təqva cəhətindən inanmıram ki, Şeyx Ənsaridən üstün ola. Niyə buna bu qədər böyük verər, elə bir bağ, cənnət verərlər ki, İmam Hüseyn əleyhissalamın bağı, üzr istəyirəm, Şeyx Ənsarinin bağı bunun yanında bağça olan. Deyir, yuxuda mənə dedilər ki, bu Ayətullah Dərbəndinin öz bağı deyir ki,
Bunu İmam Hüseyin əleyhissalam ona hədiyyə verib. İmam Hüseyin əleyhissalam hədiyyə verib. Deyir, yuxudan ayıldım. Ayılandan sonra yuxumu getdim Şeyx Ənsariyə danışdım. Şeyx Ənsari mənə deyir ki, bəs sən inşallah istiğfar elə, falan elə. Bəs deyir, dedim ki, həyatda madam 3 gün ömrüm var. Mən bunu dərk edeyim də. Gedim görüm bu Ayətullah Dərbəndi nə işlə məşğul olub, nə ilə neyinib ki, bu belə məqam və mənzilətə çatıb. Deyir, gəldim, qapısını döydüm. Ayətullah Dərbəndi mənə qəbul elədi. O kimi oturduq, filan bəs məkan, mənə qonağıyam da, bitkiyə çörək qoydu, filan nədir, yedik, içdik. Dedim, istəyirəm gecə səndən qalam. Dedi, evi yoxdur, mən onsuz təkəm burada, hal-hazırda təkəm. Sən burada kitabxanada yat, mən də içəri otaqda gedib yatacağam. Dedim, yaxşı. Oturdum səhərə qədər gözümü deyir, yummadım. Görüm bu nə əməllərlə gecə məşğuldur ki, bu İmam Hüseyin əleyhissalam bunun bağı, bağçası, elə bir Allah buna cənnətdə məqam verib ki, Şeyx Ənsari bağı bunun yanında bir kiçik bağçadır. Deyir, gördüm heç nə elə, o da yatdı. Sübh namazına bir 15 dəqiqə qalmış yuxudan ayıldı. Yuxudan ayıldı. Amma görürəm, mən yatmamışam da, izləyirəm bunu gecə. Gördüm ki, bu yuxudan ayıldı, səsini eşidirəm. Yuxudan ayılandan sonra elə durdu, yerində oturdu və başladı ağlamağa. Sonra getdi ayaq yoluna, dəstəmaz alır falan, görüm orada da ağlayır. Ondan sonra gəldi, sübh namazını qıldı, o da qıldı, mən də qıldı. Sonra qutardı. Mən deyir, buna soruşdum ki, ağa sən niyə ağlayırsan? Yəni, sən gördüm yerindən durdun, ağladın sonra. Deyir ki, mən ki, yuxudan ayılıram, İmam Hüseyin əleyhissalama salam verirəm, onu yada salıram və kövrəlirəm və onu ağlayıram. Ondan sonra dəstəmaz alanda da İmam Hüseyin əleyhissalamı yadıma salırdım, onda ağlayırdım. Səhər və axşam mən İmam Hüseyin əleyhissalamı yadıma salıram belə, ağlayıram. O İmam Hüseyin əleyhissalam haqqında bir məqtəl də yazır. Bəs o niyə məqam və mənziləti dövrün müctehidindən də yuxarıdır? Niyə? İmam Hüseyin əleyhissalama olan yaxınlığına görə, İmam Hüseyin əleyhissalamı dərk etdiyinə görə, ona məhəbbəti daha artıq olduğuna görə. Baxın, Həzrəti İmam Zaman əleyhissalam dünyada hamıdan üstündür. Məqam və mənziləti hamıdan üstündür. İmam Hüseyin əleyhissalam buyurur ki, لَأَبْكِيَنَّكَ بَدَلَتْ دُمُوعَ دَمْعًا لَأَبْكِيَنَّكَ لَيْلًا وَنَهَارًا بَدَلَتْ دُمُوعُ دَمْعًا. Mən səhər və axşam sənə ağlayaram. İmam Hüseyin əleyhissalama deyir ki, səhər və axşam sənə ağlayaram. Bədələt dumu'u dəma. O qədər ağlayaram, gözümün yaşı quruyar, gözümdən qan gələr. Bunun həqiqi mənası var. Yəni insan çox, çünki göz yaşı ağladıqca qan insanın təzyiqi düşür, qanı azalır. Göz yaşı qandan azalır. Yəni o qədər ağlayaram ki, mənim qanım azalar. Yəni qanımda bu hiss olunar, mənim ağlamağım qanımda hiss olunar. İmam Hüseyin əleyhissalam, İmam Rıza əleyhissalamdan rəvayət var ki, Məhərrəmin birinci gündür. Rabi deyir, girdim, daxil oldum Həzrətin yanına. Gördüm ki, Həzrət o qədər ağlayıb, gözləri, mübarək gözləri qızarıb, üzü şişib, gözü şişib. Dedim, ya Rasulullah, nə baş veribsən, niyə bu qədər ağlamısan? İmam Rıza əleyhissalam mənə cavab verdi ki, mən bilmirsənmi, Məhərrəmin birinci günüdür bugün. Məhərrəmin birinci gündür. Ondan sonra deyir, mənə dedi ki, ey filan kəs, biz yəni biz Əhl-i Beyt Məhərrəm ayı daxil olanda birinci gün ki daxil olur, o qədər ağlayarıq birinci gündən ta 10 günə qədər, o 10 gündə, o qədər Məhərrəmin birindən ta 10'una qədər biz Əhl-i Beyt o qədər ağlayarıq, kipriyimizin kökü yara olar. Yəni gözümüz, köprüyümüzün kökü yara olar. Məhərrəmin 10 gündə o qədər ağlayarıq, kipriyimizin kökü yara olar. Amma Məhərrəm ayı olmayanda o bir aylarda da İmam Zaman əleyhissalam nə deyir? Ləəbkiyənnəkə leylən və nəharən bədələtdümu o dəm'a. Biz başqa vaxtlar səhər də ağlayarıq, axşam da ağlayarıq. Səhər də ağlayarıq, axşam da ağlayarıq. Amma Məhərrəm ayında o qədər ağlayarıq, gözümüzün kökü nə deyir? Kipriyimizin kökü yara olar.
Bəs İmam Zaman əleyhissalam əgər bunu eləyirsə, Əhl-i əleyhissalam bunu eləyirsə, dünyanın ən üstün və ən təqvalı və ən alim bir şəxsidir ki, ümmətin imamıdır. Bunu eləyirsə, demək bu ən üstün əməldir. Ha. İmam Hüseyin əleyhissalam bəs mərifətdən mərifətə nədir? Fərq edir. Amma Qutbuddin Ravəndi özü sünni məzhəbində olan bir şəxsdir. Bu rivayəti nəql edib kitabında və öz məzhəbində də qalıb. Mənası nədir? Bu rivayətdə nədir? Tədəbbür eləməyib, idrak eləməyib, dirayət eləməyibdir. O da İmam Sadiq əleyhissalam bu rivayətdə, oxuduğum rivayətdə İmam Baqir əleyhissalamdan deyir ki, oğlum, bizim şişələrimizin məqam və mənziləti bir-birindən fərqlidir. Fərqi nəyə görədir? Bizim rivayətlərimizi dərk etməklərinə görə. Yəni bizim rivayətimizi birinci çox nəql eləyərlər, o tərəf bu tərəfə deyərlər, bizdən danışarlar. Çünki başqa da var da, İmam Sadiq əleyhissalam buyurur ki, aya əyləşək bizdən danışırsınızmı? Bəli. Deyir ki, bizdən danışın. O məclisdə ki, bizim rivayətimiz bizimdən danışılır, bizim rivayətimiz oxunur. O məclisdə insan dünyasını dəyişsə, şəhid dünyadan gedər. Və o məclis insanın ömründən yazılmaz filan, çox fəziləti var. Bəs görsən İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam deyir ki, və imanın ən üstün məqamına gəlib çata bilər. Məsələn, Ayətullah Dərbəndi səhər də ağlayır, axşam da ağlayır. İmam Hüseyin əleyhissalam yad edir. Niyə? Özünü mülhəq edibdi İmam Zaman əleyhissalam. Çünki İmam Zaman əleyhissalam da səhər və axşam ağlayır. Bəs insanın imanı çoxaldıqca, mərifəti çoxaldıqca nə olur? İmam Hüseyin əleyhissalamı daha da yaxından dərk edir. Daha da yaxından dərk edir. İmam Zeynalabdin əleyhissalam buyurur ki, Kərbəlada olan hadisəni biz dərk eləmirdik. Mən deyir, bilmirdim, burada nə baş verir. Bu nə müsibətdir, bu nə faciədir. Elə ki, atam Əbu Əbdillah Seyyid-i Şəhada İmam Hüseyin əleyhissalam şəhadətə yetişdi və imamət ruhu onun qəlbindən çıxdı və mənim qəlbimə ki oturdu. Mən ki bəşəriyyətin imamı oldum. Elə ki imam oldum, imam olandan sonra imamət gözüm ki açıldı. İmamətin gözü, imamın gözü xüsusi bir gözdür də, o xüsusi bir bəsirətdir. O gözlə baxdım, gördüm ki Allah burada nə baş verir. Ondan bildim ki burada başqa bir şeydir. Ya məsəl üçün keçin yuxularda zətdə məsələn əlbəttə yuxu hüccət deyil, bir şey deyil, amma yenə də məsələn o alimin məsələn üçün falanın yuxusu da deyir ki, ölən deyir ki dünyada İmam Hüseyin əleyhissalam tanınmır. İnsan öləndən sonra bilir ki, Allah İmam Hüseyinə məqam və mənzilət verib. Dünyada nə qədər tərif, təmcid deyilsə, nə qədər rəvayət, hədis, fəzilət oxusan İmam Hüseynin barəsində, Dərbəndi, Ayətullah Dərbəndinin məqamına çatsan, səhər və axşam İmam Hüseyin əleyhissalamı ağlasan, gəl İmam Hüseyin əleyhissalamı tanımamısan. Öləndən sonra deyir, burada bilinir İmam Hüseyin əleyhissalamın məqamı və mənziləti nədir? İmam Hüseyin kimdir? Hansı dərəcədədir? Onu burada biz dərk edirik. Odur, həmin bu rivayət ki, Qutbuddin Ravandi nəql eləyibdir. Deyir ki, İnnəlil Hüseyin fi bəvatinin müminin, bəvatin yəni möminin ruhunda, canında, qəlbində, mömin kimə deyərlər? İman əhlinə. Mərifətən məktubətən. Xüsusi bir mərifət var. Yəni o mərifət möminə aiddir. Onu başqası onu dərk edə bilməz. Onu başqası idrak edə bilməz, düşünə bilməz. Düşünə bilməz. Bax, Allah salamı olsun Həzrəti İbrahim əleyhissalama və bizim peyğəmbərə. İmam Sadiq əleyhissalamdan soruşdular: "İnni cailuka lin-nasi imamen." Bu ayət ki var, "İnni cailuka lin-nasi imamen" İbrahimin barəsində İbrahimin məqamı və mənzilətin bildirdi. Yəni biz səni bəşəriyyətə imam elədik. Bu nədən sonra gəlir? Əvvəl ubudiyyət məqamına çatır, bəndəlik məqamına, Allaha xalis bəndə olur. Ondan sonra peyğəmbərlik məqamına çatır. Ondan sonra çatır nə? İmam məqamına. Yaxşı. Həmin bu peyğəmbər ki Həzrəti İbrahim əleyhissalamdır. Peyğəmbər Əkrəm buyurur ki, qiyamətin günündə birinci mən diriləcəm, qəbirdən çıxacam. Sonra İbrahim əleyhissalam qəbirdən çıxacaq. Sonra Həzrəti Əli əleyhissalam qəbirdən çıxacaq.
İbrahim. Sonra Həzrət Fatimə Zəhranı xüsusi müşayiətlə gəlib qəbirdən çıxardıb aparacaqlar. Yaxşı, o rəvayətdə baxsan İbrahimin məqamı elə belə məqam deyil. İbrahim dostluq məqamına çatıb. Amma İmam Sadiq əleyhissalam soruşurlar ki, İbn Rəsulullah, Qurandakı buyurur: "Və inne min şiətihi ilə İbrahim." Ey İbrahim, sən də onun şiələrindənsən. İbrahim kimin şiəsindəndir ki? Şiə söz deyilə Quran diyordu. Quranda var, ne yoktu? Ve inne min şiətihi ilə İbrahim. Ey İbrahim, sən də onun şiələrindənsən. Bu kimə işarədir? Bu burada Saffat surəsi 83-cü ayədə. Bu burada kimin zəmir hara qayıdır? Əvvəlcilik hara qayıdır? Kimə? İmam Sadiq əleyhissalam buyurur ki, Həzrəti Əmirəl-Möminin əleyhissalama. Həzrəti Əmirəl-Möminin əleyhissalam o rəvayətdə Həzrəti İbrahim ki, şiənin məqam və mənzilətini bildi Allah yanında hansı məqamdadır? Dedi, ilahi, məni də Həzrəti Əlinin şiəsindən qərar ver. Məni də Həzrəti Əlinin şiəsindən qərar ver. Ondan sonra Cəbrail nazil oldu. Allah buyurdu ki, ey İbrahim, Allah buyurur ki, inne min şiətihi ilə İbrahim. Sən, ey İbrahim, sən Əlinin şiələrindənsən. Rəvayət belədir. Həzrət Cabir İbni Yezid Cofi İmam Sadiq əleyhissalamla bu ayənin təfsirini sual edir. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, İnnallah subhanehu lemma xələqə İbrahimə kəşəfə ləhu ən bəsərihi. İnnallah subhanehu lemma xələqə İbrahimə kəşəfə ləhu ən bəsərihi. Elə ki, Allah İbrahimi xəlq elədi, onun bəsirət gözünü açdı. Fənəzərə fərə'a nurən ilə cənbil ərş. Həzrət İbrahim baxdı və gördü Allahın ərşinin bir tərəfində ilahi bir dənə nur var, necə də parıldayır. Allahın ərşində ki, o ərşdə olan ruh, orada olan nur elə bir məqama çatır ki, o nə deyir? Əbədiyyət məqamına yetişir. Gördü orada bir nur var. Fəqalə ilahi ma hazən nur. Dedi, ilahi, bu nə nurdur bu ərşdə? Hələ kim məni xəlq eləyibsən, mənim gözüm açılıb baxıram, onu görürəm. O nə nurdur? Fəqillə haza nuru Muhammedin. O Muhammedin nurudur. Kimdir Muhammed sallallahu aleyhi və aleyhi? Saffəti min xəlqi. Mənim ümmətimin xəlqi, yəni bütün yaradılmışımın içindən seçilmişdi. Bütün Adəmdən Xatimə nə qədər məxluqat varsa, onların ən fəzilətlisi ki seçilib, o kimdir? Muhammedə Mustafadır sallallahu aleyhi və səlləm. Ondan vərə'a nurən ilə cənbihi. Sonra baxdı, gördü, o bir tərəfdə də bir nur var. Elə bir ərşin sağ tərəfində bir nur var, sol tərəfində də bir ayrı bir parıldayan nur var. Sağ tərəfdəki nur kimdir? Həzrəti Muhammed el-Mustafadır sallallahu aleyhi və aleyhi. Və sol tərəfindəki nur görür. İlahi, bəs bu nur nədir? İkinci nur nədir belə parıldayır? Fəqalə ilahi və ma hazən nur və qeylə hazən nur Əliyin İbni Əbi Talib. Bu Əli İbni Əbi Talibin nurudur. Nasiri dini, hansı ki mənim dinimin köməkçisidir. Ondan vərə'a ilə cənbihi səlasətə ənvarən. Ondan baxır ərşin başqa tərəfinə, görür o biri tərəfdə də 3 dənə nur, parıldayan nur var işte ərşdə. Fəqalə ilahi və ma hazihil ənvar. İlahi, bəs bu 3 dənə nurlar kimin nurlarıdır? Fəqilə ləhu haza nuru Fatimə. Bu Fatimənin nurudur. Fətəmət muhibbiha minənnar. Hansı ki Allah onun məhəbbət muhiblərinə, sevənlərə cəhənnəm odun haram eləyibdir. Və nuru vələdəyhal əl-Həsəni vəl-Hüseyni. Və 2 dənə əlavə nur Həsən və Hüseyin nurlarıdır. Fəqalə ilahi və ərə tis'ətə ənvarən qəd əhtəqu bihim. İlahi, başqa 9 dənədən nur görürəm. Bu 5 dənə nuru əhatəyə alıbdır. Bu 9 dənə nur kimdir? Ya İbrahim, haulaül əimmə min vuludi Əliyin və Fatimə. Allah cavab verir, ey İbrahim, o Əlinin və Fatimənin övladı olan 9 imamdır ki,
Əlinin və Fatimənin övladlarıdır. Fəqalə İbrahim, ilahi bihaqqi haula'il xəmsə. İlah sənin ant verirəm o 5 dənə nura xatir. Muhammedə, Əliyə, Həsənə, Hüseynə, Fatimiyə. Yəni o 5 nuru ki tanıdım da onlar kimlərdir. Onlara sənə ant verirəm. İlla ərrəftəni mintisə. O 9 dənədir mən adları ilə tanıtdır. Görüm onlar kimlərdir o imamlar. Qilə ya İbrahim, əvvəlhum Əliyyun. Deyildi ey İbrahim, onların birincisi Əliyin. Əli ibn Hüseyn. Hüseynin oğlu Əli idi. Və ibnuhu Muhammedun. O 9 dənə ikincisi Əlinin oğlu Muhammeddir. Və ibnuhu Cəfərun, oğlu Cəfərdir. Və ibnuhu Musa və oğlu Musadır. Və ibnuhu və onun da oğlu Əlidir. Və ibnuhu Muhammedun və onun oğlu da Muhammeddir. Və ibnuhu Əliyyun və onun oğlu da Əlidir. Və ibnuhu Həsən, İmam Həsən Əskəri, 11-ci imam. Və onun oğlu da Həsəndir. Vəl Hüccətül Qaim ibnuhu. Hüccətül Qaim, İmam Məhdi əleyhissalam da onun oğludur, 12-cisi. Yəni İmam Həsən Əskərinin. Fəqalə İbrahim, ilahi və seyyidi. Sonra İbrahim deyir, ilahi, ey mənim Rəbbim, əra ənvarən qəd əhtəqu bihim. Başqa bir nurlar görürəm ki, bu 14 nuru əhatəyə alıb. La yuhsi ədəduhum. Amma ədədlərinin sayı hesabı yoxdur. O qədər çoxdular, saya gəlmir. O nurlar ki, ərşdə görürəm, bu 14 nuru nədir, mühasirəyə alıblar. İlla əntə qilə ya İbrahim, haula şiətuhum, şiətu əmiril müminin, Əli ibn Əbi Talib. Deyildi, ey İbrahim, onlar bu 14 nəfərin şiələridir və əmirəl müminin, Əli ibn Əbi Talibin şiələridir ki, onlar o məqama çatıblar və ruhları ərşdə bərqərar olub, əbədiyyətə qovuşublar. Qalə İbrahim, İbrahim dedi, Allahümmə cəəlni min şiəti əmirəl müminin. İlahi, məni də əmirəl müminin şiyələrindən elə. İbrahim o məqama çatıb, onunla belə nə istəyir Allahdan ki, onlar deyir, mənə kifayət deyir, mən əmirəl müminin şiyəsi olum və ərşdə bərqərar olum və əbədiyyətə yetişim. Ondan sonra o ayə nazil olur. Və innə min şiəti ilə İbrahim. Ey İbrahim, sən Əlinin şiyələrindənsən. Qalə fə əxbər Allah Teala fi kitabihi. Allah Teala öz kitabında xəbər verir. Və innə min şiəti ilə İbrahim. Ey İbrahim, sən onun şiyələrindənsən və Əlinin şiyəsisən. Bax, dərk eləmək İbrahim məqamıdır. Şiəni dərk eləmək İbrahim məqamıdır. Məqam İbrahim istəyir ki, dərk eləsin ki, nədir? Həzrəti Əlinin şiəsi hansı məqamdadır və özü də istəyir ondan ol. İmam Hüseynin şiəsi hansı məqamdadır və özü də nədir? Tamah edir ki, onlardan olsun, o məqamda olsun. Amma İmam Hüseyn əleyhissalamın məqamını dərk eləyəsən, Həzrəti Əlinin o qeyri-mümkündür, o əsl məqamı dərk eləyəsən. Amma nə qədər onları çox tanısan, o qədər imanın çoxalar, mərifətin çoxalar və Allah yanında əbədiyyətə qovuşan da bunların şiələri, bunların sevənləri, bunları dərk edən və idrak edənlərdir. İnşallah bugünlük bu qədər, ardı növbəti dərslərimizdə. Allahın verirəm Özzət Cəlalına, Allah bizi İmam Hüseyn əleyhissalamı tanımaqda və tanıtmaqda, məxsusən Əhl-i Beytdən İmam Hüseyn əleyhissalamı tanımaqda və tanınmaqda müvəffəq eləsin. Çünki Allah söz veribdi öz İzzət və Cəlalına və əymi əthardan bizə gəlib çatıbdır. Həzrət Peyğəmbər Əkrəmin dili ilə dünya zülmətə qərq olacaq və dünyanı zülmətdən qurtaran nur Həzrəti İmam Hüseyn əleyhissalamın nurudur və onun məktəbindən gələn nurdur. Nə qədər İmam Hüseyn əleyhissalamı və hələ xanım Fatimə Zəhranı bəşəriyyət tanımayıb, bəşəriyyət nədir? Zülmətdə olacaq. Hansı zülmətdə o? O mənəvi zülmətdə, günah zülmətindədir. Nə vaxt dünya nura qərq olacaq, onda ki İmam Hüseyn əleyhissalamı tanıya, dərk eləyə xanım Fatimə Zəhranı, dərk eləyə əymi ətharı, dərk eləyə, o gün dünyanın nədir? Nuraniyyətə qərq olan vaxtıdır. Allahın verəm Özzət Cəlalına, Allah bizi bu işlərdən müvəffəq eləsin, bizi Əhl-i Beyt əleyhissalamdan ayırmasın. Dünyada yaşadığımız
vaxtda onların inayətindən, öləndən sonra da şəfaətinlə bizi binəsib eləməsin. Allah and verimiz cəlalına, Allah ölənlərimizə də rəhmət eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Muhammed və ali Muhammedə salavat deyək.